Salam dəyərli izləyicilər, dəyərli şagirdlər. Bugün 5 aprel 2026-cı il növbəti zona üzrə buraxılış imtahanı olmuş 9-cu siniflərin və onun riyaziyyat suallarının izahını indi verəcəm. Başlayaq 57-ci sualımızla. Bizə deyir 30 hektar əkin sahəsini artırıb 42 hektar etdilər. Əkin sahəsi neçə faiz artdı? Mənim əkin sahəm 30 hektardan gəldi çıxdı hara? 42 hektara. Burada fərqə baxırıq. 42 çıxaq 30, 12. Hardan gəlibdir? 30 hektardan. 12 yuxarıda bölünür 30-a, vurulur 100%. Bu da bərabər. Bunu 4-ə ixtisar, belə deyək də, 3-ə ixtisar eləsək, burada 10 qalır, burada da 4 qalır. Təbii ki, burada da 10-la da 10 ixtisar gedir, 40% eləyər. Demək ki, 40% artmış olar. Cavab B variantı 40%. Növbəti sualımıza baxaq. 58-ci sualımıza baxaq. 12 bölək x bərabərdir. -3 bölək 4. Tənliyini həll eləyin. Çarpaz vursaq bunu. -3x bərabər 4-ü 12-yə vurarıq. -3x bərabər 48. X də bərabər -16 olmuş olar. Cavab D variantı. -16. Davam eləyək növbəti sualımızla. 59-cu sualımızdan davam eləyək. 59-cu sualımız. Belə bir təniklər sistemidir. Y bərabərdir 2x. 5x üstə gələk y bərabərdir 21 olarsa, təniklər sistemini həll eləyin deyir. Burada y-in qiymətini gətirib yerinə yazaram. 5x üstə gələk 2x bərabərdir 21. 7x bərabərdir 21. X bərabərdir. Burada 3 olmuş olar. Sonra da gətirib bax, burada y-in qiymətini tapa bilərəm. Gəlin tapaq. Buradan da olur elə bil y bərabər 2x, o da bərabər 2 vuraq 3. O da 6 olmuş olar. Demək, x-im mənim 3 oldu. Y-im də 6 oldu. 3, 6 o da D variantıdır. Davam edək növbəti sualımızla. 60-cı sualımızdan. 60-cı sualımız belədir. Deyir, K-nın hansı ən böyük qiymətində? 0,4 dövrdə K üstə gələk 0,10 K dövrdə 4 cəmi düzgün kəsirdir. Gəl bunu düzgün, belə deyək, kəsirə çevirək. Bu eləyir 90-da 4K. 4K təbii ki, ədəddir. Çıxaq 4. Üstə gələk. Bu birisi də eləyir 90-da K 4. Bu da ədəddir. Çıxaq K. Bu da bərabər. 90-da bunu parçalasaq 40 üstə gələk K. Çıxaq 4. Üstə gələk 90-da 10K üstə gələk 4 çıxaq K. Bunu da bir kəsirdə yazsaq 90-da 40 üstə gələk K çıxaq 4 üstə gələk 10K üstə gələk 4 çıxaq K bərabər. Burada K'lar 0 elədi. -4'lər, müsbət 4'lər 0 elədi. Qaldı belə. Yuxarıda qaldı 40 üstə gələk 10K. Məxrəcdə də qaldı 90. Bizim kəsirin düzgün kəsir olması üçün sürət məxrəcdən kiçik olmalıdır. 40 üstə gələk 10K kiçikdir 90. 10K kiçikdir 50. K da kiçikdir. Hər tərəfi 10'a bölsək 5. K-dan 5'dən kiçik ən böyük ədəd hansıdır? K-nın 4 qiyməti. Cavab D variantı. Davam edək növbəti sualla. 61-ci sualımızla. 61-ci sualımız belədir. Düz xəttdən 4 sm məsafədə yerləşən. Bir dənə düz xətt çəkək. A düz xətdir. Ondan 4 sm məsafədə bir A nöqtəsi götürək. Buradan bura məsafə 4 sm olsun. Deyir, bu düz xətt
yerləşən nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 sm olan 2 mail çəkilmiş. 2 dənə də mail çəkək. BC. Burada elə bir ki, AB ilə AC 5'dir. Burada 5'dir. Burada 5'dir. Hər ikisi 5 olan 2 dənə mail çəkilmişdir. Maillərin oturacaqları arasındakı məsafəni istəyir. Bax, bizdən bu məsafəni istəyir. Bax, BC məsafəsini istəyir. BC bərabər sual. Təbii ki, düzbucaqlı üçbucaq olduğuna görə hipotenuz 5, katet 4 olanda digər katet üstü. Eyni zamanda bu biri düzbucaqlı üçbucaqda da, bunda da. Yəni bura 3'dür. Hipotenuz 5, katet 4 olanda bizdən BC məsafəsini istəyirdi. BC də bərabərdir 6'ya. Birbaşa yaza bilərik. Cavab A variantı. Sonra bu 61-ci sualımız idi. Sonra neçə gəlir? 62. Aha. 62'ye baxaq. Bizə deyir EBOB. EBOB AB bərabərdir 5. A vuraq B bərabərdir 75 olarsa A plus B'ni bizdən soruşur. Bərabər sual. Bax, dəyərli izləyicilər. A'ya deyək ki, tutaq ki 5x, B'yə deyək, tutaq ki 5y. Burada x və y qarşılıqlı sadə ədədlərdir. Biz EBOB-u tapanda zaten 5 eləyir. Burada A vuraq B'nin yerinə yazaram. 5x vuraq 5y bərabərdir 75. 25 xy bərabərdir 75. Hər tərəfi 25'ə bölərəm. X vuraq y bərabərdir 3 olmuş olar. İndi burada x tutaq ki 1, y 3'dür. Çünki x, y qarşılıqlı sadə ədədlər olmalıdır. Ya da x 3, y 1'dir. Fərqi yoxdur. Gətirib yerinə yazsaq, o zaman A olur, tutaq ki birinci hal üçün A olur neçə? X1 olsun. Deyək ki x1, y-də 3 olsun. O zaman A bərabərdir 5 vuraq 1 bərabərdir 5. B bərabər 5 vuraq 3 bərabərdir 15. Digər tərəfdən tutaq ki x bərabər 3 olsun, y bərabər 1 olsun. A bərabər 5 vuraq 3 bərabər 15. B bərabər 5 vuraq 1 bərabər 5 olmuş olur. İstənilən bu iki halın ikisində də A ilə B-ni toplasaq, 5 ilə 15'in cəmi də, eyni zamanda 15 ilə də 5'in cəmi də yenə də 20 eləmiş olar. Cavab 20'dir, A variantı. Davam edək növbəti sualımızla. Növbəti sualımız 63-cü sualımızdır. Suallar elə çətin düşməyib. Müəyyən qədər çətin suallar var, amma azdır. Çox deyil. 2x çıxaq 1. Sual belədir. 2x plus 1. Burada tam olaraq düşməyibdir. Burada elə bir ki 1'dir. 1. Aha. Bu da çıxaqdır. Çıxmadı. Çıxaq. 4x vurulsun x çıxaq 3 bərabərdir 35 olarsa tənliyi həll eləyin deyir də x bərabər sual. Bu ifadə kvadratları fərqidir. İki ədədin kvadratları fərqi. Olur belə. 2x'in kvadratı çıxaq 1'in kvadratı. 4x'i x'ə vuranda 4x'in kvadratı. 4x'i müsbət mənfi 3'ə vuranda müsbət 12x eləyir. 12x. Bərabərdir 35. Burada elə 4x'in kvadratı çıxaq 1, çıxaq 4x'in kvadratı üstə gələk. 12x bərabərdir 35. Bunlar 0 elədi. 0 elədi. Burada qaldı 12x bərabər 35 sağda var idi. Bu mənfi 1-də sağa keçir, olur müsbət 1 bərabər 36. X'i tapanda 36'nı da bölürük 12'yə. Təbii ki o da 3 düşmüş olar. Burada variant pozulubdur. Cavab B variantı. Yəni cavab 3'dür. Davam eləyək. 64-cü sualımızla davam eləyək. Bu da rahat sualdır. A bərabərdir 4'də 1 olarsa 3 üstü mənfi 2A vurulsun 3 üstü 6A bərabər 3 qalır mənfi 2A ilə 6A toplanır
bərabər 3'ün üstü 4a olur. Bu da bərabər 3'ün üstü 4 vuraq a 4'də 1'dir. Bu da bərabər 4 ilə 4'də 1 ixtisar gedir. Məxrəc 4 ilə vuruq 4 ixtisar gedir. 3'ün üstü 1 qalır. O da 3 eləmiş olar. 64 cavab 3'dür. İndi burada 3 üstü 4 da düz hesabladıq. Vuranda da 3 üstü 1. Yəqin ki bu E variantıdır elə. 3'ün üstü 1. O da bərabər 3'dür da tutaq ki. Burada cavab E variantıdır. 3. Davam eləyək növbəti sualımızdan. 65-ci sualımızdan. Bizə deyir, dairənin radiusunu 5 dəfə artsaq, onun sahəsi neçə dəfə artar? Dairənin sahəsi bərabər S dairə 1 yazıram. Pi r kvadratına bərabərdir. Pi r kvadratına. İndi mən radiusu 5 dəfə artırsam, olur S dairə 2 bərabər pi vuraq 5r. 5r'in kvadratı. O da bərabər 25 pi r kvadratı olmuş olar. O da bərabər 25 vuraq pi r kvadratı məndə nəçədir? S dairə 1. S dairə 1'dir. Yəni birinci dairənin sahəsi 25 dəfə artar. Cavab C variantı. 25 dəfə artar. Davam eləyək. 66-cı sualımızla davam eləyək. 66-cı sualımız. Aha. Çox sadə bir sualdır 66-cı sual. AB parçası verib. A, C, B. Bizə deyir ki, AC 17 cm, CB 14 cm olarsa AB-ni tapın. Təbii ki, AB də bərabərdir 7 ilə 14 21. Cavab A variantı. Cavab A variantı 21 cm. Çox sadə bir sualdır. 67-ci sualımıza baxaq. 2 kök altda 25. Çıxaq kök altda 16. Üstə gələ 2 kök altda 9. İfadəsinin qiymətini tapın deyir. 2 vuraq. Kökün altda 25-dən 5 çıxır. Çıxaq. Kökün altda 16-dan 4 çıxır. Üstə gələ 2 vuraq. Kökün altda 9-dan da 3 çıxır. O da bərabər. 2-də 5'im 10. Çıxaq 4. Üstə gələk 6. Təbii ki 16'dan da 4 çıxanda 12 eləmiş olar. Cavab. İndi burada variantlarda yoxdur. Tutaq ki C variantı da 12'dir. Elə bir ki. Cavab burada C variantıdır. Tutaq ki 12. Aha. Davam eləyək növbəti sualımızla. 68-ci sualımızla. EBOB 30 36 bərabər. Biz bunu belə deyək də, elə bir ədədə bölək ki, ortaq vuruq olaraq onu qarşıya çıxarda bilək. 30'u belə yazaram da, 6 vuraq 5 yazaram. 36'nı da 6 vuraq 6 yazaram. Hər ikisində ortaq vuruq 6'dır. Çıxarsam qabağa qalır EBOB. Birinci vuruqda 30'da 6 çıxdı qabağa. 5 vuruğu qaldı. İkinci vuruqda da 6 vuruğu qaldı. Bu da bərabər. 6 vurulsun. 5 ilə 6 ardıcıl ədədlər olduğuna görə qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin əbobu 1'ə bərabərdir. 6 vuraq 1, o da bərabər 6 eləmiş olar. Cavab Y variantı. Və yaxud da bunu vuruqlarına ayırıb elə də tapmaq olar. Bu 68-ci sualımız idi. 69-cu sualımıza baxaq. Hələ ki suallar rahatdır. Çətin suallarımız yoxdur. Demək olar ki. 5-2 çıxaq 17 funksiyasının qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Ordinat yəni y üstü x-i bizdən soruşur. Y-in qiymətini yerinə qoyaram. 3 bərabər 5-2 çıxaq 17. 5x bərabərdir 3 üstə gələk 17 bərabərdir 20. X də bərabərdir 20 bölək 5. O da bərabər 4 eləmiş olar. Burada yəqin ki E variantında 4. Cavab E variantı 4. Davam eləyək 70-ci sualımızla. Sadə bir sualdır. Kubun neçə tili var? Təbii ki kubun
Neçə tili var deyəndə 12 tili var. Vəssalam. Cavab burada E variantı. 12. Aha. Sonra C dəqiqə. Davam eləyək. Kubun neçə tili var? Bildik 12. 71-ci sualımızla davam eləyək. 71-ci sualımızda bizə belə deyir ki, 71-ci sualımızda yalnız Həsən, Əli, Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının isə 2 mislidir. Yəni, belə deyək də, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidirsə, Əlinin qazanma ehtimalının 2 mislidir. Həsənin qazanma ehtimalı həm 7-yə, həm 2-yə bölünən ədəddir. Belə deyək də, Həsənin qazanma ehtimalı 7-yə 2-yə bölünən ən kiçik ədəd hansı olsun? 14. Həsənin qazanma ehtimalı 14x olsun. O zaman Vüqarın qazanma ehtimalı, Vüqarın qazanma ehtimalı, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Yəni o zaman Vüqarın qazanma ehtimalı 2x-dir. Çünki bunu 7-yə vuranda 14 eləyir. Eyni zamanda bizə deyir ki, Əlinin qazanma ehtimalının 2 mislidir. Yəni Əlinin qazanma ehtimalının 2 misli 14x eləyirsə, demək Əlinin qazanma ehtimalı 7x-dir. Bizə nə deyir burada? Bu yarışmada Əlinin qazanma ehtimalını tapın. Ehtimal nəyə bərabərdir? Mümkün halların əlverişli hallara nisbəti. Mümkün hallar burada nədir? Mümkün hallar bunların hamısının cəmidir. 14x üstə gələk 2x üstə gələk 7x. Bu bərabərdir 23x eləyir. Bizə deyir ki, Əlinin qazanma ehtimalı. Əlverişli hal. Əlinin qazanma ehtimalı neçədir? 7x-dir da. Əlverişli halı 7x-dir. İndi ehtimal bərabər PA bərabərdir. PA bərabərdir. 7x yuxarıda, 23x aşağıda. X-lər ixtisar gedir. 23-də 7 qalmış olar. Cavab 23-də 7 D variantıdır. Davam eləyək növbəti sualımızla. 71-ci sualımız idi. 72-ci sualımıza baxaq. Biraz çətin sual bu idi. 72-ci sualımıza baxaq. Bizə deyir 4 vuraq. 12-nin üstü n. 3-ün üstü n minus 1. 2-nin üstü 2n plus 1. İxtisar edin deyir. Gəl belə deyək. Hamısını 2-yə 3-ə gətirək. Məxrəc qalır yerində, sürətə baxaq. Sürətdə 4, 2-nin üstü 2 deməkdir. 12-ni belə yazaram. 3 vuraq 4-ün üstü. 3 vuraq 4, 4-ü də belə yazaram. 2-nin üstü 2 yazaram. 4-ü də 2-nin üstü 2 yazaram. Üstü n. Məxrəci yazıram yerdə. 2-nin üstü 2n plus 1. Vuruqların yerini dəyişəndə hasil dəyişmir. 3-ün üstü n minus 1. Bu da bərabər. Yuxarıda oldu belə. 2 vuraq. 2 vuraq. 3-ün üstü n. 2-nin üstü 2n. 2-nin üstü 2n plus 1. 3-ün üstü n minus 1. Bu da bərabər. Məxrəci yazıram. 2-nin üstü 2n plus 1. 3 vuraq. N minus 1. 3-ün üstü n minus 1. Sürətdə əsaslar 2 olduğu üçün 2 qalır. Toplanır. Bunun üstü 1 deməkdir da. 2n plus 1 vuraq 3-ün üstü n. Bu da bərabər. Bunlar ixtisar getdi. Eyni olduğuna görə ixtisar getdi. Məxrəcdə nə qaldı? Sürətdə qaldı 3-ün üstü n. Məxrəcdə qaldı 3-ün üstü n minus 1. Təbii ki, əsaslar eyni olanda, bölmə olanda əsas qalır. Əsas qalır. Sürətin qüvvətindən məxrəcin qüvvəti çıxılır. N çıxaq n minus 1. Bu da bərabər 3-ün üstü n çıxaq n üstə gələk 1. O da bərabər 3-ün üstü 1 eləyir. O da bərabər 3 eləmiş olar. Cavab burada 3-dür. 73-cü sualımıza baxaq. 73-cü sualımız da sadə sualdır. Çətin deyil. 2 dənə diaqram çəkək. Bura A olsun, bura B olsun. Burada 3x plus 1 var. Burada 2x plus 8 var. Burada 4x plus 5 sayda element var.
Deyir elementlərin sayı haqqında məlumat verilmişdir. Tamam, bildik. Və bizə bu şərt verilib. 4 vuraq n a çıxaq b bərabərdir n a birləşmə b. Birləşmə b hamısı deməkdir də. Yəni burada olan bütün elementlər nəzərdə tutulur. İndi qiymətin yerinə yazıram. A-dan b-ni çıxmaq, bax buranı verir mənə, bu hissəni verir. Yəni 4 vuraq 2x plus 8 sayda element verir. Bax a minus b 2x plus 8'dir. Bərabər birləşmə nədir? Hamısı 2x plus 8 üstə gələk 3x plus 1 üstə gələk 4x plus 5. Tənliyi həll eləyək. Sonra b çıxaq a-nı soruşur məndən. Bax b çıxaq a-da bu hissədir. Bunu vurub bassaq 8x üstə gələk 32 bərabər 5 9x elədi burada. 9x 8 9 5 də bu 14. Üstə gələk 14. Buradan x-ləri bir tərəfə yığıram. Olur belə. 9x çıxaq 8x. Ədədləri də digər tərəfə yığıram. 32 çıxaq 14. Burada qalır x bərabər 32-dən 14 çıxaq. Bu da eləyir 18. 18 eləyir. X-i 18 tapdıq. Bəli. Bizdən nəyi soruşur? B minus A-nı soruşur da. B minus A, bax bu qara rəngdən ştrixlənmiş hissədir. N B minus A bərabərdir nəyə? Bərabərdir 4x plus 5-ə bərabərdir. 4 vuraq 18 üstə gələk 5. 4 dəfə 10-um 44 dəfə 8-im 32. 72 ilə də 5-i toplasaq 77 eləmiş olar. Cavab burada 77-dir. Növbəti sualımızla davam eləyək. 74-cü sualımızla. 74-cü sualımızın şəkli burada tam aydın düşməyib. Bir balaca tamamlayaq bu şəkli. Belə bir şəkildir. Yine yaxşı çıxmadı. Belə. Belə. Belə bir şəkildir. Verilənləri yazaq. C, D, O, A, B. Belədir. C, D, O, A, B. Aha. Belə bir şəkildir. Bucaq B bərabərdir bucaq D. Bucaq B, bura alfa deyirəm. Bərabərdir bucaq D-yə. B D-yə bərabərdir. Burada alfa deyirəm. Alfa alfa olsun. AB OC-yə bərabərdir. AB OC-yə bərabərdir. AB 6-dır. OC də 6-dır. Bunu da bildik. OA haradır? Burada 5-dir. 5 olarsa CD-ni tapın. CD də burada X-dir. Gəl belə deyək. Bura beta deyirəm. O zaman burada beta olur. Burada gamma qarşılıqlı bucaqlar olduğuna görə bərabərdir. İndi necə eləyə bilərik? Oxşarlıqdan istifadə eləyək. Bəli. Elə bir ki, bax, bura birinci üç bucaq deyirəm. Burada ikinci üç bucaq deyirəm. Birinci üç bucaqda, yəni üç bucaq nə? O, A, B. Üçbucaq O, A, B oxşardı. Üçbucaq O, C, D. Üçbucaq ilə oxşardı. İndi biz burada nəyi axtarırıq? Qammanın qarşısındakı x axtarırıq. Qammanın qarşısındakı x-i, ikinci üçbucaqdakı qammanın qarşısındakı x-in birinci üçbucaqdakı qammanın qarşısındakı 6-ya nisbəti bərabərdir. İkinci üçbucaqda alfanın qarşısındakı 6'nın digərində də alfanın qarşısındakı 5'ə nisbəti. Birinci üçbucaqdakı alfanın qarşısındakı 5'ə nisbəti bir nisbətləri bərabərdir. Şimdi buradan bir çarpaz vursaq biz bunları olur belə. 5x bərabərdir 36. X də bərabərdir 7,2. Cavab burada CD 7,2 olmuş olar. Bu da sadə sualdır. 74-cü sualımız bitdi. 75-ci sualımıza baxaq.
75-ci sualımız. Belə bir şəkildir. Belə bir şəkildir. Adlandıraq. A, B, C, D. Bura M-dir. Bizə deyir ki, AM DM perpendikular, təbii ki, bunu bildik. AB-ni verib mənə, buranı 6 verib. AM-i verib mənə 12, buranı veribdir. ADM-in dərəcə ölçüsünü ADM-in bax buranın x dərəcə ölçüsünü məndən soruşur. Dəyərli izləyicilər, bax mən nə edirəm burada? Burada bir dənə hündürlük çəkərəm. Hündürlük. Təbii ki, bu da 90 dərəcə bucağa əmələ gətir. Bura H deyək. Düzbucaqlı bucağın hündürlüyünü çəkdim. AB 6-dırsa, MH da 6-dır. Bax, burada bir düzbucaqlı üçbucaq yaranıbdır. Hansı bax bu düzbucaqlı üçbucaq. Bu düzbucaqlı üçbucaqda, yəni AMH-da hipotenuz 12-dir. Qarşıdakı katet 6-dır. Demək, mənim bax bu bucağım 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Aha, bunu bildik. Demək ki, eyni zamanda AMD üçbucağın özü də düzbucaqlı üçbucaq olduğuna görə iti bucaqların cəmi 90 dərəcədir. Yəni x üstə gələk 30 dərəcə bərabərdir 90 dərəcə. Yəni böyük üçbucağa yanaşsaq, bax bu üçbucağın özü də düzbucaqlı üçbucaqdır. Orada da iti bucaqların cəmi 90 dərəcədir. Buradan da alıram ki, x bərabərdir 60 dərəcə. Bizdən x-in ölçüsünü soruşur da, yəni ADM-i soruşurdu. ADM-ə də biz x dedik. Cavab burada 60 dərəcədir. Davam edək növbəti sualımızdan. 76-cı sualımızdan davam edək. 76-cı sualımız belədir. Deyir, Rəhim birinci gün kitabın 40%-ni oxudu. İkinci gün 5%-ni. Üçüncü gün isə qalan 110 səhifəni oxuyub qurtardı. Kitabın neçə səhifə olduğunu tapın. Gəlin baxaq. Burada belə deyək də. Birinci gün kitabın 40%-ni oxudu. Yazıram oxudu. Oxudu 40%. Bütöv 100% olmalıdır. Qaldı yazıram. Qaldı 60%. Yəni kitabın qalan hissəsi 60%-dir. Sonra deyir ikinci gün, bu birinci gün idi. İkinci gün 5%-ni oxudu. Oxudu yazıram. Oxudu. 5% qaldı. 95%-i də qaldı. İndi görək qalan nə qədərdir? Bayaqlarım 60% qalmışdı. 60%-ında qalan hissəsi 95%-dir. %95-ə vururam. 95. O da bərabər dəqiqə bu sıfırla bu sıfır getdi. 6 5'im 30, 3 yadda 6 və 9'um 54, üst yadda 57. Bölək 10, o da 57% edir. Yəni kitabın qalan faizi 57%-dir. Səhifə ilə isə 110 səhifədir. Yəni belə deyək də 57% 110 olan ədədi tapmalıyıq. Biz 110'u bölürük %57'ye. O da bərabər 110 vuraq 57'də 100. Dəyərli izləyicilər, burada ədədlərdə problem var. Nəysə düzgün verməyiblər burada. Cavab nəsə düzgün alınmır. Burada sualda problem var. Sualın şərtində problem var. Yəqin hardasa nəysə düzgün yazmayıblar. Bu düzgün ixtisar getmir. Bunu əgər bu sualı dəqiq bilən olsa mənə deyər, altından harda səhv var onu yazar. Sualın altından. Davam edək 77-ci sualımızı davam edək. 77-ci sualımızın izahını verək. X vuraq 3 minus kök altda 10 kiçikdir 5,5 3 minus kök altda 10. Dəyərli izləyicilər, biz 3'ü kökün altda salsaq, bu kök altda 9 eləyir. Kök altda 9'dan kök altda 10 çıxsaq mənfi eləyər. Bu da mənfidir.
və hər tərəfdən ixtisar eləyirəm. Təbii ki, hər tərəfi mənfi ədədə böləndə işarə dəyişir. X sağ və sol tərəfdə vuruqlar olduğuna görə ixtisar eləyə bilirəm. Və burada mənfi ədədə ixtisar elədiyimə görə işarə yerini dəyişir sadəcə. X kiçik indi, böyük oldu. Neçədən böyük oldu? 55-dən 5,5-dən böyük oldu. Bir dəqiqə, ən kiçik bir dəqiqə burada. Elə bil ki, mənfi ədədə böldük. Burada mənfi 2 idi, burada mənfi 2 idi. İxtisar getdi. Sadəcə işarə dəyişdi. İndi bizə deyir ki, ən kiçik tam həlli tapın. Ən kiçik tam həll hansıdır? 5,5-dən böyük ən kiçik ədəd hansıdır? X-in 6 qiymətidir. Cavab burada 6-dır. Davam eləyək. 78-ci sualımızla davam eləyirik. Burada bizə deyir ki, düz xəttli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. A və B ağacları arasındakı ağaclarından biri C-dir. A və C ağacları arasındakı məsafənin C və B ağacları arasındakı məsafəyə nisbəti 3-ün 4-ə nisbətidir. Buna görə C ağacı A ağacından başlayan neçənci ağacdır. Bir dənə düz xətt çəkək. Bura A olsun, burada B olsun. Burada da bir C olsun. Burada əgər 85 ağac əkilmişdirsə, burada sonda əkilən ağac bir vahid çox olur da. Elə bil ki, birinci ağac budur, ikinci ağac da budur da. Bax, ikinci ağac da budur. Bunlar arasında bir məsafə varsa, məsələn, deyək ki, bax, burada 5 dənə ağac var. 3, 4, 5. 5 dənə ağac var. 5 dənə ağac varsa, görək neçə dənə aralıq var. 1, 2, 3, 4. 4 dənə məsafə var. Deyək, 5 dənə ağac varsa, 4 dənə məsafə var. Ağacın saydan birini çıxırıq, məsafə qalır da. İndi burada 85 dənə ağac əkilibsə, 84 ədəd məsafə var. Məsafə də nədir? Bir ağacla digər ağacın arasındakı olan məsafədən gedir söhbət. İndi yaxşı, bizə deyir ki, AC-nin CB-yə nisbəti, AC-nin CB-yə nisbəti 3-ün 4-ə nisbətidir. O da bərabər 3K, 4K. Demək, AC 3K-dır, CB də 4K-dır. Bu cəmi neçə dənə, bunların cəmi elə bil ki, buradan bura məsafə 84 məsafədir. 84 məsafə. Bu da neçə K-dır? Bu da 7K-dır. Yəni 7K bərabərdir 84-ə. K da bərabərdir 12-yə. Elə bil ki, hər K məsafə 12 məsafədir. İndi bizdən AC məsafəsini tapsaq, AC məsafəsi burada 3K-dır. O da bərabər 3 vuraq 12 bərabər 36. Demək, 36 dənə məsafə var. 36 dənə məsafə varsa, birinci ağac var, ikinci ağac var və nəhayət 36 məsafə olanda artıq burada 37-ci ağac olur. Yəni, bir vahid artıq ağac olur. Məsafədən bir vahid artıq həmişə ağac olur. Elə ki, A-dan C-yə cəmi 37 dənə ağac var. Ümid edirəm ki, fikrimi çatdıra bildim. Bu biraz əslində fikri çatdırmaq burada elə çətin bir şey də yoxdur. Sadəcə məsafə var. Bir də nisbət var. Hər nisbətə 12 məsafə düşür. Məsafə də elə bil nədir? Bir ağac ilə ikinci ağac arasındakı məsafə odur yəni. Burada 36 məsafə varsa, sonuncu ağacda ağacın sayını bir vahid artırır da 37 olur. Məsafə 36 olanda ağac sayı bir vahid artıq olur. Davam edək. 79-cu sualımızdan davam edirik. Deyir, iti bucağın tənböləni trapesiyanı iki oxşar üç bucağa ayırır. Oturacaqları 7, 28 olarsa trapesiyanın perimetrini tapın. Gəl buna baxaq. Bir dənə trapesiya çəkək. Aha.
Bir dənə trapesiya çəkdik. Bizə deyir ki, oturacaqları neçədir? 28, 7, bir də 28-dir. Bura tutaq ki, 28-dir. Deyir, tənböləni, iti bucağın tənböləni trapesiyanı iki oxşar üçbucağa ayırır. İti bucağın tənböləni iki oxşar üçbucağa ayırır. Bu da tutaq ki, tənböləndir. Alfa alfadır. Bura alfa, alfa deyək. Tənböləni iki oxşar üçbucağa ayırır. Təbii ki, burada alfadır. Belə olduqda. Sonra bizə nə deyir? 7, 28 də onun oturacaqlarıdır. Trapesiyanın perimetrini bizdən soruşur. Burada nəyə diqqət etmək lazımdır? Bax, bura 7-dirsə, burada 7-dir. Bunu bildik. İndi bu üçbucağa baxaq. Bura 1 deyək. Bax, bura 1. Burada ikinci üçbucaq deyək. Burada nəyə diqqət etmək lazımdır? Dəyərli izləyicilər, bax, burada əgər bura alfa olsa, o zaman bura 28 olmalıdır. 28. Yox, əgər bura alfa olsa, bu tərəflə bu tərəf bir-birinə bərabərdir. Mən deyərdim ki, deyək ki, bura alfadır, bura beta deyirəm mən, bura da beta olur. Artıq üçbucaqlar oxşardır. Üçbucaqlar oxşardılarsa, indi belə deyək də, gəl buranı tapaq. Bax, bu x-i tapaq. Birinci üçbucaqda x hardadır? Betanın qarşısında. X-in ikinci üçbucaqda betanın qarşısındakı tərəf 28-dir. 28-ə nisbəti bərabərdir. Birinci üçbucaqda alfanın qarşısında 7-dir. 7-nin ikinci üçbucaqda alfanın qarşısında x-dir. X-ə nisbəti. Buradan x-ə vursaq bərabər 7-ni də 28-ə vuraram. 28-i də 4 vuraq 7 yazaram və yaxud da 7 vuraq 4 yazaram. Buradan alıram x-in kvadratı bərabərdir 49 vuraq 4. Buradan da alıram ki, x bərabər kökün altında 49 vuraq 4. O da bərabər 7 vuraq 2 bərabər 14 edir. Demək ki, mənim buradakı x-im 14-dür. X bərabər 14. Gəl bu trapesiyanı adlandıraq A, B, C, D. Yəni, AC nəyə bərabər oldu? AC bərabərdir x-ə, o da bərabərdir 14-ə. Bunu tapdıq. Bunu tapdıqsa, demək bura 14-dürsə, bura da 14-dür. CD də 14-dür. Perimetr bərabərdir. PABCD bərabər, ABCD bərabər 7 üstə gələk 7 üstə gələk 14 üstə gələk 28. Bu da bərabərdir. 7, 7, 14 elədi. 14. 14-dan 14, 28 elədi. 28-dən də 28, 56 elədi. 14, 28, 56. Cavab burada 56-dır. Növbəti sualımız 80-ci sualımızdır. 80-ci sualımıza baxaq. Burada bizə şəkili belə veribdir. Aha. Burada nə edərik? Demək, biz S2-dən S1-i çıxsaq, bizə lazım olan lövhə qalar. S2 çıxaq S1 bərabər. S2-nin qiyməti x-in kubu üstə gələk 2x-in kvadratı üstə gələk 8x üstə gələk 16 çıxaq. S1-in qiyməti isə x-in kubu üstə gələk x-in kvadratı üstə gələk 12x üstə gələk 12 bərabər. X-in kubu üstə gələk 2x-in kvadratı üstə gələk 8x üstə gələk 16 çıxaq x-in kubu çıxaq x-in kvadratı çıxaq 12x çıxaq 12 bu bərabər x-in kubu ilə x-in kubu çıxanda 0 elədi. 2x-in kvadratından x-in kvadratını çıxanda x-in kvadratı qaldı. 8x-dən 12x çıxanda mənfi 4x qaldı. 16-dan da 12 çıxanda üstə gələk 4 qaldı. Demək ki, mənim bu sahəm, yəni bu sahə, bax bura. Bu sahə nəyə bərabər oldu? Sahə bərabər oldu
S bərabər x-in kvadratı çıxaq 4x üstəgələk 2-yə bərabər üstəgələk 4-ə bərabər oldu. Bu da bərabər 2 çıxaq 2-nin mötərizə kvadratı, o da bərabər 2 çıxaq 2 vuraq 2 çıxaq 2 deməkdir. Dəyərli izləyicilər, bax burada nəyə diqqət eləyək? Mənim düzbucaqlımın eni x minus 2-dir. Yəni S bərabərdir x minus 2 vuraq bilmirəm y yazaq. Belə deyək də, buradan enimiz x minus 2-dir, düzbucaqlığın sahəsi də x minus 2-dirsə, demək burada m də bərabərdir nəyə? M də bərabər x minus 2-yə bərabərdir. Təbii ki, bizdən burada nəyə soruşur? X-in ən kiçik tam qiymətini istəyir. X-in ən kiçik tam qiyməti x minus 2 tərəf olduğuna görə tərəf 0-dan böyük olmalıdır. X də böyükdür 2-dən. Yəni x-in ən kiçik qiyməti x bərabər 3-dür. Ən kiçik tam qiyməti. Cavab burada belədir. Burada m bərabərdir x minus 2-yə. Burada x-in də ən kiçik tam qiyməti 3-ə bərabərdir. Növbəti 81-ci sualımızın izahını verək. Burada x-in kvadratı üstəgələk y-in kvadratı üstəgələk x çıxaq 5y bərabərdir 29,5 olarsa, tənliklə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın deyə bir sualdır. Bunu neyniyək? Əvvəlcə kvadrat, belə deyək, çevrənin tənliyini yazaq. Çevrənin burada tənliyini yazaq. Burada bunu necə yazarıq? Bunu x-in kvadratı, bax üstə gələk x-i mən belə yazaram. Bunu yazaram 2x vuraq 2-də 1 yazaram. 2-də 1. Çünki 2x-i 2-də 1-ə vuranda x eləyir. Baxıram ki, bu soldakı x-in kvadratı, demək sağdakı da 2-də 1-in kvadratı olmalıdır. Üstünə gəlirəm 4-də 1-i, çıxıram 4-də 1-i. Sonra üstə gələk y-in kvadratı çıxaq. Bura 2y yazıram, vururam 2-də 5-ə. Çünki 2y 2-də 5-ə vuranda 5y eləyir. Baxıram ki, bu solda y-in kvadratdır, sağda da 2-də 5-in kvadratı olmalıdır. Üstə gələk 4-də 25 yazıram. Və 4-də 25-i də çıxıram. Bu da bərabər 29,5. Burada elə bil ki, biz bunu tamamlasaq kvadrat üçədliyə, bax, kvadrat ikədliyə tamamlasaq, olur belə. X üstə gələk 2-də 1-in mötərizə kvadratı, üstə gələk y çıxaq 2-də 5-in mötərizə kvadratı. Burada neçə qaldı? Mənfi 4-də 1, mənfi 4-də 25 çıxaq 4-də mənfi 26 elədi. Bərabərdir 29,5. Buradan alıram belə. X üstə gələk 2-də 1-in kvadratı, üstə gələk y çıxaq 2-də 5 kvadrat çıxaq. Çıxma burada mənfi zaten qabaqda var da, bu mənfi silinir. Aha. Burada olur 6,5 bərabərdir 29,5. Burada oldu x üstə gələk 2-də 1-in mötərizə kvadratı, üstə gələk y çıxaq 2-də 5-in mötərizə kvadratı bərabər 6,5 sağa keçsə 29,5 ilə 6,5 toplanır. Bu da 36 edir. Buradan aldıq r-in kvadratı bərabərdir 36. Buradan da aldıq ki, r bərabərdir 6-ya. Bizdən nəyə soruşur? Deyir, çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Bir dənə çevrə çəkək. Bir dənə də kvadrat çəkək. Bunu gətirək bura qoyaq. Belə bir kvadrat çəkdik çevrənin daxilinə.
Çevrənin zaten e, bu çevrənin mərkəzidir. Çevrənin mərkəzi. Bura 90 dərəcədir. Radius 6'dır. Burada 6'dır. Burada 6'dır. Bura o deyirəm. Çevrənin diametri 12'dir. Çevrənin diametri kvadratın diagonalıdır. Yəni kvadrat yazıram. Diagonal bərabərdir 12'yə. Bizdən nəyi soruşur? Kvadratın sahəsini. Mən tərəfi tapsam kvadratın sahəsini tapa bilərəm. Elə bil ki, bura A-dır. A-dır. Bura da A-dır. Bərabəryanlı düzbucaqlı üstbucaqda hipotenuz nəyə bərabərdir? Katetin kök altı ikisinə. Yəni A kök altda 2 bərabərdir 12'yə. A kök altda 2 bərabərdir. 12'ni belə yazaram. Kök altda 2 vuraq, kök altda 2 vuraq 6 yazaram. Çünki 2 dənə kök altda 2 o 2 eləyir. Onu da 6'ya vursaq 12 eləyir. Və burada ixtisar gedir kök altda 2'lər. Buradan aldıq ki, A bərabər oldu 6 kök altda 2'yə. Məndən sahəni soruşduğuna görə S bərabərdir A kvadrat olur. O da bərabər 6 kök altda 2'nin kvadratı. 36'ını da 2'yə vursaq 72. Cavab burada 72'dir. Belə dəyərli izləyicilər, bununla da video izahın sonuna çatdıq. Əgər bəyənsək, abunə olaq, sayımız artsın. Sağ olun, təşəkkür edirəm izlədiyiniz üçün.